yeni bir əsma yarandı və mən bunu daha çox sevdim. Salam, mən Əsmə Əliyeva, 14 yaşım var, 7-ci sinifdə oxuyuram. Bir gün sosial mediada baxırdım, qarşıma çıxdı, sadəcə elə belə izlədim. Yəni belə bir gəlmə fikrim yox idi. 2 il izlədim və sonra niyə də olmasını düşündüm. Sonra ailəmlə danışdım və gəldim. Bir neçə dənə kurs qarşıma çıxdı. Baxdım o səhifədə məni təmin edə bilmədi, xoşum gəlmədi. Amma akademiya səhifəsini çox bəyəndim və gəlmək qərarı aldım. İlk dəfə gələndə çox həyecanlı idim. Sınaq dərsinə girdim, amma həqiqətən çox bəyəndim. Heyecanlı idim, amma sanki bura girəndə rahatladım kimi və kollektivi də çox sevdim. Hər kəs bir-birinə səmimidir. Yəni videoda necə idisə, həqiqətən də elə idi. Heç bir sunilik yox idi. Hər kəs çox səmimi idi və xoş idi. Çox razı qaldım. Bacaracağıma inanmırdım. Amma bura gəldiyində əslində özümdə qorxduğum şeylərin onu mən etdiyini anladım. Mənim üçün əsla bir problem olmadığını anladım. Mənim üçün çox əyləncəli idi və qrup yoldaşlarım, müəllimlərim olsun çox gözəl elədi. Əlbəttə çətinlikləri oldu, amma hər şey qaydasında keçdikcə o işdən zövq almağa başladım və daha gözəl oldu. İmtahana az qalmış çox həyecanlıydım, amma sanki anlaya bilmirdim ki, indi pərdə açılacaq və biz başlayacağıq. Pərdə açıldı ilk dəfə, hər kəs əl çalmağa başladı və işıqdan demək olar ki, izləyicilərin çoxusunu görmürdüm və baxmamalıydım. Çox həyecanlıydım, əsməmək üçün özümü zor tuturdum və biraz gözlərim dolmuşdu, amma onu da biraz həll etməyə çalışdım. Çox məncə izləyiciyə keçməmişdim. Mən çox dəyişdim. Demək olar ki, yeni bir əsma yarandı və mən bunu daha çox sevdim. Başlarda çox utanqacı idim. Yeni kollektivə düşməyə çox qorxurdum. Bəlkə 2 ildə bura gəlməyi buna görə ertələmişdim. Komplekslərimin bir çoxundan azad oldum. Çox dəyişdim. Ailəm də bunu mənə deməyə başladı. Mən normalda çox insanla danışmazdım və artıq demək olar ki, məni susdura bilmirlər. Qorxularınızı bir kənara qoyun, çünki işə başladıqda artıq onun zövqü qorxuları geriyə salır və bacarmayacağınız bir şey yoxdur. Yaşadığınız həyat sizindir. Xəyallarınızın dalınca gedin.